şəhid ailələrimiz var. Allah cəmi şəhidlərimizin ruhunu şad, məqamını cələsin. Eyni zamanda burada bizim gözəl həkimimiz var, vətənpərvər. Öz çıxışlarını da buyurun, dinləsin. Teşekkür ederim. İlk önce Allah cəmi şəhidlərimizə rəhmət, qazi qardaşlarımıza şəfa, hərbiçi qardaşlarımıza can sağlığı versin. Bugünkü gündə biz bunu özümüzdə borc bilirik. Şəhidimiz General Mayor Polad Həşimovun anım günüdür. Biz hamımız buradayıq, onun ziyarətindəyik. Allah onun ailəsinə, Səmaya anaya Allah'tan səbir diləyirik. Ben özüm də hər zaman yəni şəhid qazi övladlarına təmənnasız xidmət göstərirəm və bunu özümə borc bilirəm. Hər birinizdən Allah razı olsun. Sizə də təşəkkür edirik. Sağ olun. Azar Əskərov, təqaüd polis mənsubu, Qarabağ müharibəsi döyüşçüsü. Bugün şəhid General Mayor Polad Həşimovun anım günüdür. Biz unutmamalıyıq ki, Azərbaycanda yeganə generalımız Polad Həşimovdur ki, o döyüşdə şəhid oldu. Yəni Tovuz döyüşlərinin təməlini qoyan, yəni 44 günlük müharibənin başlamasında həqiqətən də təməlini qoyan və antiterror fəaliyyətlərinin sonu olan Azərbaycan bütün suverenlər necə deyil, ərazi bütövlüyünü qorudu. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin və bir daha Azərbaycanı belə müharibələrlə, belə pandemiyalarla imtihana çəkməsin inşallah. Amin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Süleyman Ağalarov. Bugün Cənab General Polad Həşimovun anım günüdür. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məkanları, ruhları şad olsun. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canı ilə tarix yazmış bütün şəhidlərimizin məzarları qarşısında baş əyirəm. Məkanlar, ruhları şad olsun. Allah dövlətimizi qorusun. Cənab Ali Başkomandan başda olmaqla Allah bütün şəhidlərimizə rəhmət eləsin. Cənab Generalı və onun timsalında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qanı ilə tarix yazmış bütün şəhidlərimizin məzarı qarşısında baş əyirəm. Qazilərimizə, qazi qardaşlarımıza Allah şəfa versin. Allah dövlətimizi, ordumuzu qorusun. Yaşasın dövlətimiz, yaşasın müstəqil Azərbaycan, yaşasın Ali Başkomandan Cənab Prezident İlham Əliyev. Buyurun. Salam aleyküm, Rubar Mutayev. Bugün General Polad Həşimovun anım günüdür. Allah rəhmət eləsin, bütün şəhidlərimizə rəhmət eləsin. Mən görürəm, maşallah, cavanlarımız, gənclərimiz də buradadılar. Bu gözəl bir təşəbbüsdür ki, gənclərimizin içində də bu gözəl ruh yüksəkliyi, əlbəttə ki, vətənə qarşı məhəbbət, bunların yüksəlməyi, gələcəyimizin Azərbaycanın bütünlüyü uğrunda da lazımlı bir şərtlərdən biridir. Mən təşəkkür edirəm, gəlin hər kəsə minnətdarlığımı bildirirəm. Allah bütün cəmi şəhidlərimizə rəhmət eləsin. Şəhid analarına da Allah səbir versin. Gəlin bir dənə deyim var da. Salam İlham Bey, Allah rəhmət eləsin, Allah o dünyasını versin. Polad Həşimovun anım günüdür. Hələ baxaq. Həşimov bizim qürur mənbəyimizi bir Poladın ardıyla minlərlə oğullar gülə-gülə müharibəyə gedib torpağı qanları bahası aldılar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Mən gələcəyəm. Canlı yer gibi mümkünse sözsüz değil. İlham Bey size başsağlığı verirler. Allah rahmet eylesin. Allah razı olsun. Sağ olsun. İştirak eləyək. Çağırın gəlsinlər. Tələbələrə də deyim. Allah xalqımızı var eləsin. Gəlin bura. Onlara deyin. Ama bir dənə söz dedi, gəlsinlər bura qulaq. Yox, deyilən gəlsin, qulaq asın. Gəlin qulaq asın da, buradan durun qulaq asın. Hər bir adam bu dünya evinə qonaq gəlir. Bu pəncərə dünyadan Allah hər bir bu dünyaya qonaq gələnə bir ömür qismət eləyir. Kimi Polad kimi 45 il yarım, kimi 100 il, kimi 18 il. Hərə bu qədər Allah'ın verdiği o alın yazısını yaşayır. Ama
necə yaşayır? Əlbəttə ki, bizim hamımızın əzizi olan, axır indi də əzizinə çevrilmiş Polad Həşimov ömrü isə tamam başqa bir ömürdür. Hamınız bilirsiniz ki, İsmail bəy Qutqaşınlıdan sonra Qəbələnin ikinci generalıdır. Və bu döyüşdə yeganə və birinci hələlik də yeganə olan bir şəhidimizdir ki, general kimi döyüşüb. Deyə bilərsiniz ki, 91-ci ilin noyabrın 20-sində Qarakənd səmasında həlak olan Məmməd Əsədov da general mayorudur. İsmət Qayıbov da 3-cü dərəcəli yemişəm. Bu da general doğrucusu. Allah hamısına rəhmət etsin. Amma o döyüş deyildi. O uçuşudur. Bilirsiniz ki, bir gün öncə həmin hadisədən Xocavənd kəndi işğal olunmuşdu və onlar Ağdamdan Xocavəndə uçurdu. Deməli, hələ də birincilik yeganə Polad Həşimovdadır. Polad Həşimov 1975-ci ilin yanvarın 2-sində doğulub. 6 aylığında Sumqayıta gəlmişdi ailəsi ilə birlikdə və orada məktəbə getmiş 28 nömrəli, 23 nömrəli məktəbdə 28 nömrəli. Sonra elə indi onun adını daşıyır o məktəb. Sonra 33 nömrəli məktəb, yəni bu yeni tikilir. Sonra elə 34 nömrəli məktəbdə oxuyur. Orada yeni tikilir, lap evlərinə yaxın deyək ki, bir ərazidə. Və bundan sonra Bakı Ali Ümumi Qoşun Komandanlıq Məktəbində təhsil alır və o adam bizim yadımızda qalan 2016-cı il aprel döyüşlərində xüsusi qəhrəmanlıq göstərir. Və Talış döyüşlərinə isə bilavasitə və bilvasitə rəhbərlik edir. Və Talış döyüşlərinə görə ikinci dəfə deməli bilirsiniz də o 3-cü dərəcəli vətənə xidmətə görə mükafat, yəni orden və ikincisi də aldı, 3-cü. Və Talış da, Seysulan da, Madagiz də bilavasitə Polad Həşimovun xidməti idi ki, hər üç kənd azad olundu. Tərtər istiqamətindəki döyüşləri nəzərdə tuturam. Və bundan sonra Polad Həşimovun rəhbərliyi etdiyi korpus, bilirsiniz o korpus komandanın müavinidir və qərargahəsidir. Lələtəpəyə, yəni Lələtəpə Füzuli ilə Cəbrayılın sərhədində yerləşir. Yəni bir tərəfində Rüzgar Cəbrayılın, bir tərəfində Qoradiz kəndi Füzulinin. Və həmin kəndə və nə yaxşı ki, Lələtəpədən çıxmadılar. Polad Həşimovun əsgərləri idi onlar. Baxmayaraq ki, Moskva demişdi. Amma hər halda çox gözlətmədi. Elə 2020-ci ilin 9 dekabrında prezident general deməli milli qəhrəman generalımıza milli qəhrəman fəxri adını verdi. Azərbaycanın milli qəhrəmanı kimi və bir il öncə də 2019-cu ilin 24 iyunda ona general rütbəsi, hərbi rütbəsi verilmişdi. Və bundan sonra elə bəlkə də ikinci Qarabağ müharibəsi dediyimiz sentyabrın 27-sində başlayan müharibə elə bəlkə də Polada. Mən Bakı Dövlət Universitetinin müəllifiyəm, Azərbaycan Dövlət Milli Elmlər Akademiyasının tarix müəllifiyəm. Mən auditoriyada uşaqları saxlaya bilmirdik. Hamısı Polad, Qarabağ deyib Akademiya Elmlər Akademiyası metrosunun qarşısında çıxır. Və elə Polada olan sevgi də bəlkə də Ali Baş Komandanı da deyim ki, həvəsləndirdi. Yaxşı mənada xalqın ordu ilə birliyinin rəmzi olaraq müharibə başladı sentyabrın 27-sində və 43 gün çəkdi. 44-cü gün masaya gəldilər. Və bunlar əlbəttə ki, biz heç vaxt Polad Həşimovu unuda bilmərik və onun qəhrəmanlığı daim bizim ürəyimizə yazır. Yəni ki, bilirsiniz, Türkiyədən tutmuş iki şəhərində, ilçələrdə onun adı əbədiləşdirilir. Bakıda, Sumqayıtda, Qəbələdə onun adı əbədiləşdirilir. Digər rayonumuzda, şəhərimizdə küçələrə verilir, meydanlara, parklara və əsas məqsəd odur ki, ürəklərdədir. Bizim onunla təsəlli tapırıq ki, belə bir oğlumuz var, fəxr eləyirik və elə bilirəm ki, Azərbaycan, hər bir Azərbaycan kişisi Polad Həşimovun Qarabağ müharibəsində, özdə o Güzgüdə də döyüşüb, Koroğluda da döyüşüb ki, bu bilirsiniz Murov dağlarını nəzərdə tuturan Murov dağlarının Kəlbəcər istiqamətində, Yanşaqda da döyüşüb, Cəbrayıl Füzuliyə də bilavasitə dediyim kimi başçılıq eləyiblər o döyüşlərə, o vaxtları həm birinci, həm üçüncü korpus komanderinin müavini, baş qərargahı kimi oradaydı və bilavasitə idarə edildi və idarəçiliyinə də görə mükafatını aldı. Amma heyf ki, o sonraki günləri, yəni aprel döyüşlərindən sonra 21-ci Tovuz döyüşlərində 14-ündə şəhid oldu və onun nəşi doğulduğu Vəndaman, Qəbəliyə, sonra yaşadığı Sumqayıta və sonra da Bakıya gətirildi və bu müqəddəs məkanda Şəhidlər Xiyabanında, ikinci fəxri xiyabanda dəfn olundu. Allah o dünyasını versin, Allah sizə başsağlığı verir hamımız və elə bilirəm ki, nə qədər ki Azərbaycan var, nə qədər ki biz varıq, deməli Polad Həşimovda yaşayacaq. Allah rəhmət etsin. Sağ olun. Kimi onun müəllimləri də olur. Siz bilavasitə müəllimi olmasınız da, onun da müəllimi. Allah siz kimi müəllimləri var eləsin ki, vətənpərvərlik yaşadırsınız. Sağ olun. Borcunu ötürürsünüz. Borcu olan çox adam var, ancaq borcunu yerinə yetirib yetirməmək məsələsi var. Məsələ ondadır. Polad Həşimov haqqında bəli, İlhan da bilir.
çoxlu əsərlər yazılıb. Bəlkə də onlarla, yüzlərlə, hətta bəlkə özləri də bilir. Mən məsələn mübariz əsər tardı gətirdi. Ağcabədidən şair dostumuzun mübariz deməli Məmşoğlu. O xüsusi bir poema həsr. Nə qədər ki dediyim kimi Azərbaycan var, deməli Polad. Sağ ol, Allah rəhmət etsin. Sağ ol. Yaşadanlar sağ ol. Sağ ol, sağ ol. Gedəyim biraz buyurun. Vətən gəlmişəm. Şəhid Camal İbrahimovun bacısıyam. Elə qardaş Ağcabədə mübariz Məmşoğlu dedi. Ona görə də istədim ki, öz fikrimi də bildirəm. Bəli, biz birlikdə güclüyük. Biz təkcə şəhid ailəsi yox, bugün burada bütün hər yerdən insanlar gəliblər. Polad Həşimovun ziyarətinə gəliblər. Bir söz deyim, 30 il öncə biz çox acılar yaşadıq. Çox ağır acı çəkdi Azərbaycan xalqı. Başımıza gətirilməyən müsibətlər olmadı. Torpaqlarımız işğal oldu, yeraltı, yerüstü sərvətlərimiz talandı, tarixi abidələrimiz uçuruldu. Bununla bərabər uşaqlar orada qətlə yetirildi. Hər biri yaşamaq hüququndan məhrum oldular, amma dünya buna göz yumdu. Biz bəzən ədalət axtardıq, amma düşündük ki, dünya ədalətsizdir və 30 ildə yetişən o vətənpərvərlik ruhunda yetişən o gənclərimiz, yetişən ordumuz, bütöv olan dövlətimiz, Ali Baş Komandanımızın rəhbərliyi altında elə bir ordu yetişdi ki, biz düşmənə öz yerini göstərə bildik. Bu bizim ordumuzun şücaətidir. Bu bizim canından keçməyi bacaran şəhidlərimizin cəsarəti idi. Bu bizim bədənlərinin bir hissəsini o torpaqlarda dəfn eləyib gələn qazilərimizin gücü idi. Xalqımızın onların arxasında dayanmağının gücü idi. Xalqla dövlət arasında, Ali Baş Komandanla xalq arasında olan o birliyin nəticəsi idi ki, biz o torpaqları azad etdik və bayraqlarımız sərhədlərimizdə dalğalandı. Sərhədlərimiz çəkildi. O bugün itkin ailələri tapıb gətirib nəşləri ailələrinə təhvil verilir. Təzədən o şəhidliyi yaşayırlar. Bax biz ona qadir olduq ki, o torpaqlarda vaxtı ilə amansızca şəhid edilən şəhidlərimiz də öz yurtlarına gəlib dəfn olurlar. Öz analarının sağ qalan varsa, yoxdursa bacı qardaşlarına gətirilib o nəşlər çatdırılır. Bunun özü bizə bir təsəllidir. Allah bir də bizi o günləri yaşatmasın. Biz bir olaq, dövlət, xalq, millət olaraq. Əgər bugün buradayıqsa, deməli biz varıq. Əgər Polad Həşimovun timsalında şəhidlərimizin hamısının yeri cənnət, ruhu şad olsun. Polad bizim o Səmaya anamızın bir sözü var. Necə deyirdi? Səngərdə əskərinin yanındaydı. Allah ruhunu şad eləsin, anamızın başı sağ olsun. Yerdə qalan ailəsinə, uşaqlarına, bacı qardaşlarına Allah səbir versin. Bizim ən böyük medallarımız, ən böyük uğurumuz bugün Qarabağdır ki, hər birimizin alnımıza yazaqdır. Qarabağ Azərbaycandır. Allah dövlətimizi qorusun. Gülə-gülə. Allah rəhmət. Sözümüz olur. Deyilən hər bir sözü Polad Həşimovun timsalında bütün şəhidlərimiz deyib. Allah hər birinin məqamını düzələsin, hər birinin şəhadətini gözəllər. Vətən sağ olun. Sözümüz oldu ki, unutmayaq şəhidlərimizi. Qabaqlar burada 10 bin, 20 bin, 30 bin adam olur. Amma indi görsün, 50 nəfər adam var. Unutmaq olmaz. Bura şəhidin çəkdirməyə, video çəkdirməyə gəlmək lazımdır. İçində məhəbbətin olmalıdır şəhidlərimizə. Allahdan bir arzumuz var, bizim də atamız var, Səmən əmimiz. Allah onun da balasını inşallah ki, sağ-salamat gətirsin, çıxarmışsın. Gəlmişsiniz elə bizə yetər. Sağ olun. Sağ olun. Dağın ziyarəti başa çatdı. Bir daha təkrar edirəm. Sumqayıtda mərasim evində insanı veriləcək. Oraya getdilər. Allah rəhmət eləsin, məkanı cənnət olsun. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanalımıza abunə olun.